Çin təqviminə görə 2026-cı il at ilidir. Doğru Xəbər Azərbaycan xəbər verir ki, astroloqlar bu ili sürətli qərarlar, cəsarətli addımlar və kəskin dəyişikliklərlə xarakterizə edirlər. Beynəlxalq astroloji portallar və iqtisadi yönümlü nəşrlərin yazdığına görə bu il passivliyi sevmir. Bu dövr daha çox hərəkət edən, risk alan və təşəbbüs göstərən insanlar üçün uğurlu sayılır. Xüsusilə karyera, biznes və şəxsi inkişaf sahəsində yeni başlanğıcların artacağı proqnozlaşdırılır. Zesan nəşri bildirir ki, 2026-cı il risk və fürsətlərin eyni anda mövcud olduğu il olacaq. Startaplar, yeni layihələr, innovativ ideyalar və fərdi təşəbbüslər üçün əlverişli mühit formalaşa bilər. Bununla yanaşı, düşünülməmiş qərarların sürətli itkilərə yol aça biləcəyi də vurğulanır. At ili maliyyə baxımından da dinamik keçə bilər. Bəzi bürclər üçün gözlənilməz gəlir imkanları, karyera yüksəlişi və yeni qazanc mənbələri ön plana çıxır. Lakin ekspertlər sürətli gəlirlə yanaşı planlama və məsuliyyətin də vacibliyini xatırladır. Xarici mənbələr 2026-cı ili həm də şəxsi azadlıq və öz yolunu seçmə ili kimi xarakterizə edirlər. Bu dövrdə insanlar köhnə işlərdən, münasibətlərdən və həyat tərzindən imtina edərək yeni istiqamət axtarışına çıxa bilərlər. Köç, iş dəyişikliyi və fərdi qərarların artacağı gözlənilir.